Salam əziz abituriyentlər, valideynlər, xoş gördük sizləri. Deməli, bu videomuzda şəxsi kabinetin açılması barəsində danışacağıq. Şəxsi kabinet həm cari ilin məzunları, əvvəlki illərin məzunlarından şəxsi kabinet olmayan şəxslər, yaxud da ki, aşağı siniflərdən olanlar, bəzi demək olar ki, əksər şəxslərin şəxsi kabinetləri yoxdur. Bu videomuzda şəxsi kabinet necə açılır, onun barəsində danışacağıq. İlk öncə Dövlət İmtahan Mərkəzinin rəsmi saytına daxil oluruq. Rəsmi sayta daxil olduqdan sonra yuxarıda şəxsi kabinet bölməsinə klik edirik. Şəxsi kabinet bölməsinə klik etdikdən sonra burada qarşımıza çıxır məlumat, qeydiyyat, giriş və MyGov ilə deməli məlumatlar çıxır. Burada əgər sizin şəxsi kabinetiniz varsa, giriş hissəsinə daxil olursunuz. Girişə daxil olduqdan sonra şəxsiyyət vəsiqənizin PIN kodunu və şəxsi kabinetə giriş parolunu istəyir. Amma biz bu videomuzda deməli şəxsi kabinetə qeydiyyatdan, yəni keçmək ilk olaraq birinci səfər, yəni qeydiyyatdan keçmək barəsində danışırıq. Bunun üçün qeydiyyat bölməsinə klik edirik. Qeydiyyat bölməsinə klik etdikdən sonra qarşımıza çıxan məlumatlar, deməli aşağıya gəlirik. Sənədin seriya nömrəsi. Sənədin seriya nömrəsi kimdə, yəni köhnə nəsil şəxsiyyət vəsiqədirsə AZ seçə bilər, yeni nəsil şəxsiyyət vəsiqələrində isə heç nə seçilmir. Yəni burada tire işarəsi qalır. Sənədin nömrəsi aşağıda olan xanalarda isə, boş xanalarda isə sənədin nömrəsi və PIN kodu. Birinci xanaya sənədin seriya kodunu, ikinci xanaya isə sənədin PIN kodunu daxil edib şəxsi kabinet yarat bölməsinə keçid edirsiniz. Şəxsi kabineti yarat bölməsinə klik etdikdən sonra sizin şəxsi məlumatlarınızın bəzi hissələri, yəni şəkliniz falan görsənir. Sadəcə mobil nömrə daxil edib siz şəxsi kabineti hər hansı bir mobil nömrəyə, yəni belə deyim də bağlamalısınız. Mobil nömrəni daxil etdikdən sonra siz emailinizi istəyə uyğun email ilə daxil edə bilərsiniz. Emaili əgər daxil eləsəz, yəni həmin o mobil nömrəniz müəyyən bir müddətdən sonra istifadə etməsəz, email ilə şəxsi kabinetinizi geri qaytara bilərsiniz. Və mobil nömrəni daxil edib, sonra email də daxil etdikdən sonra, faktiki yaşadığınız ünvanı da, rayonu, şəhər üzrə daxil etdikdən sonra sizin deməli daxil etdiyiniz mobil nömrəyə SMS kod gedir 6 rəqəmli. 6 rəqəmli kodu da daxil etdikdən sonra sizi aşağıda şəxsi kabinetə parol daxil et bölməsi çıxır. Şəxsi kabinetə parolu daxil edirsiniz. Ən qısa parol 12 rəqəmli olmalıdır. Yəni hərf, rəqəm falan, simvol işarələr olmalıdır. 12 rəqəm və həmin parolu yenidən təkrar daxil et bölməsi çıxır. Yenidən təkrar daxil etdikdən sonra şəxsi kabineti yenə yarat təsdiq et düyməsinə klik edirsiniz. Klik etdikdən sonra şəxsi kabinetinizə baxış bölməsi var. Oradan bu səfər şəxsi kabinetiniz yaranmış olur avtomatik olaraq və siz şəxsi kabinetinizə şəxsiyyət vəsiqənizin PIN kodu və deməli şəxsi kabinetə təyin etdiyiniz parol vasitəsilə giriş edirsiniz. Sağ olun əziz abituriyentlər, valideynlər. Videomuz sizin üçün faydalı oldusa, səhifəmizi, kanalımızı izləməyi və videomuzu bəyənməyi unutmayın. Sağ olun, təşəkkürlər.